Selamun aleyküm əziz dəyərli insanlar. Qısa mətləbə toxunacağım. Uzun-uzadı danışıb vaxtınızı almaq istəmirəm. Bir çox sosial şəbəkələrdə görürəm ki, insanlar İsrail məhsulunu boykot eləyirlər. Deyirlər ki, İsrail məhsulunu Azərbaycana rədd eləyək. Yəni Azərbaycandan çıxardaq bunu. Yəni etiraz bildirirlər. Bir növ əcəb eləyirlər, yaxşı eləyirlər. Tamam, sizinlə razı ki, boykot eləmək lazımdır. Amma buna nə qədər adam əməl eləyəcək? Götürək 10 nəfər, 50 nəfər, lap 100 nəfər əməl eləyə ya eləməz. Məsələn üçün biz Azərbaycanlılar 10.000 nəfərik. İndi bunu əməl eləyən olacaq, olmayacaq, o ayrı bir mövzu. Azərbaycan müstəqil ölkə olmadığına görə bunu bir çox insan əməl eləməyəcək. Bizim ən böyük problemimiz, İsrail məhsulundan da böyük problemimiz budur ki, müzahid qardaşlar, dindarlar həbs olunurlar, tutulurlar, işgəncələr məruz qalırlar, narkotiklə ittiham olunurlar. Bu haqda bəzi insanlar danışır, bəzi insanlar danışmır. Yapışıblar ki, İsrail məhsulu boykot. Ay qardaş, boykot vaxtıdır. İnsanlar içəridə aclıq aksiyası keçirirlər. İnsanlar etirazını bildirirlər. Acından vəziyyətləri pis olur. Qarşıya salınır. Boykot vaxtıdır. Hal-hazırda insanların ən böyük problemi bax budur. Dindarların böyük problemi budur. Bu haqda danışmaq lazımdır. Görürsən ölkədə məsələn üçün aclıq baş verir, heç kəs danışmır. Nə bilim susuzluq baş verir, heç kəs danışmır. İnsanlar səfalət içində yaşayır, heç kəs danışmır. Bəzilərinə aiddir də bu, bəzi insanlara aiddir. Nə bilim görürsən ki, qiymətlər gündən qalxır, heç kəs danışmır. Nə bilim görürsən ki, insanlar yaşaya bilmirlər, işsizlikdir, insanlar danışmır. Nə vaxta qədər? Sən öz ölkənin problemi həll eləməyə yapışmısan İsrail məhsulunu boykot eləyə. Ay qardaş, boykot vaxtıdır. Yəni mən başa düşə bilmirəm, işimizi, gücümüzü ataq ancaq boykot eləyək. Yəni vacib mövzular, önəmli mövzular qalıb bir tərəfdə, hardasa gündəmin 30-cu, 50-ci, 60-cı mövzu haqqında danışırsınız. Niyə? Vacib hansıdır? Bu günlər dindarlar tutulurlar, həbs olunur. Budur vacib, yoxsa İsrail məhsulu? Ay kişi, içirlər cəhənnəmə içsinlər. Sənə nə? Sənə nə bundan? Yəni qiyamət günü hər kəs Allaha özü cavab verəcək. Özü qiyamətdə Allaha görə cavab verəcək. İlahi, mən bunu elədim. Sən cavab verəsi deyilsən. Sən onlara desən də, deməsən də, onlar üçün, yəni sənin sözün qəbul deyil. Sən niyə bunu başa düşmürsən? Sən vacib olan mövzulardan danış. Vacib, aktual mövzulardan danış. Bu nə boş-boş məsələ haqqında danışır. Yapışırsınız bir dənə mövzudan, hələ bu belə gəldi, o belə getdi. Qurtarın da. Yəni adam bəzən hisslənir. Adam bəzən belə deyək də qırmızı xəttinə toxunur ki, bunu danışmaqdansa götür mənasız şeylər danış. Eləməyin də bunun şeyləri. Valla özünüzə yazığınız gəlsin. Boykot elədin, sonra nə olacaq? Sonra nə dəyişdirəcək? Sən birinci vacib mövzudan yapış, sonra keç başqa mövzuya. Başqa mövzunu vacibdən üstün tutma. Adam işlənir, Allah'ın da olsun. Boykot, 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 boykot. Qurtarın da bu boykot məsələsi. Dindarları fikirləşək, mücahidləri fikirləşək, onların hallarını fikirləşək. Bu da əsl problem. Bu da əsl məsələ. Bu da əsl çətinlik. Yəni durub ancaq belə bir dənə mövzuya yapışıb o haqda danışmaq lazım deyil.